Biz evdən çıxdıq. Aylin hazırlıqdadır. Səhər-səhər atası aparıb. Bugün məktəb yoxdur. 20 yanvar olduğuna görə Allah bütün şəhidlərə rəhmət eləsin. Ailələrinə səbir versin. Qan yaddaşımızda da heç vaxt unudulmayacaq. Allahdan səbir diləyirəm ancaq ailələrinə. Bugün həmişə kimi yer göydə ağlayır. Hava çox pisdir. Soyuqdur, sulu qar yağır. Hazırlığı oldu. Var idi. Ailinin müəlliməsi dedi qalmasınlar. Monitoring yaxınlaşır. Ona görə getmişdi. İndi gedirik onu götürməyə. Ailini götürüb ad günü üçün geyimlərə baxacaq. Geyim seçəcək özünə. Sabah inşallah ad günüdür. Ad günü hazırlıqları başlasın. Görək nə edirik. Tortun zakas vermişik. Hazır olacaq sabaha. Dəhşət soyuq var ya. Gedək görək. Bugün hansı işlərimizi həll edirik. Bir geyimi Aylin özü seçəcək. Qalan hər şey ona sürpriz olacaq. Heç nədən xəbər yoxdur. Ki hara gediləcək, nə edəcək. Aylin gəldi xalalar. Aylini götürdük hazırlıqdan. İndi gedirik. Düşəndə papaq qoyan mütləq. Dəhşət soyuq var. Dəhşət yağır. Hər yer sudur. Gedirik mağazaya. Hə. Sizə tam maçada görmüşdük. Hə, tamam. Ona gedək. Yaxşı. Fırla. Allah gör nə şeydə fırlanır. Ailişlə çıxdıq. Geyimimizi seçdik. Daha sonra gedirik mağazaya. İndi tac istəyir. Orada tac yox idi. Gedirik başqasına baxmağa. Gəlmişəm Aylinin hədiyələrini almağa. Burada görək nələr var, nələr alırıq. Çox qəşəng şeylər var. Belə konfet də almışam. O paketdə olan Aylinin müəlliməsi üçündür. Bunu da sinif yoldaşlarını paylayacaq. Bu da müəlliməsindir. Şirin aparacaq sinifə. Maşında dedim, evdə vaxtım olmayacaq, bildim. Maşında çəkim, aldım, hazırladım. Aparıb paylayacaq. Onu da müəlliməsinə verər. Belə. Həm uşaqlara, həm müəlliməsinə verər. Hədiyələrin bir neçəsini aldım. Belə böyük bir paket gücümdə satmır. Sürüyürəm. İndi qalan işlərimizi görək. Tortumuzu da götürdük. Tortumuz da hazır.
Bu gün mən gah maşında, gah yolda hər yerdə görürsüz. Qaça-qaçdayam. Çoxunu çəkə bilmirəm, çoxunu çəkirəm, nə bilim. Çəkdiyim qədəri də. Çünki tələsik o işlərim hamısı. İndi gedirəm evə tərəf. Ay xalalar, sizi harda çəkməyi buraxmışam bilmirəm. İndi hazırlaşmışıq. Prensesin maşındadır, qaranlıqda görsəmir. Gedirik restorana. Aylin ad gün qeyd eləməyə. Tortu götürmüsən? Yox. Tort qaldı, hə? Tortumuz yadımızdan çıxmışdı. Nəysə ki, qayıtdım, götürdüm. Gəl şarımız partladı, gəl tortumuz qaldı. Nəysə, sağ-salamatlıqla çıxdıq yola. Gedirik. Gedək görək. Bu gün nələr olur? Biz çatdıq. Aylişimə baxın, Ayliş o nə öskürməkdir? Çatmışıq. Hamı geyinib, soyuqdur. Bak. Aylin'in 10 yaşıdır. Ona göre Aylin'e söz vermiştim ki Aylin 10 yaşın olanda her günde bir hediye alacağım Aylin. Hə? İndi Aylin'in bu sürprizdə xəbəri yoxdur. Geçən il demişəm mən bunları. İndi bir hediyelerini təqdim edək də saya. Aylin, Aylin, 3. Sonra açarsan. 3. Daha sonra 5. Sonra bakarsan 5. Daha sonra burada 6. Sonra açıp bakalım. Sonra aha bu 8. Sen bu 8. Daha sonra bunu atadan möhtəşəm bir hediyə. 9. Ay, gedirik evə. Yorulduq, liftdəyik, düşürük aşağı. Yorulduq, çox şey, o qədər səs-küy var, o qədər müğənni dayanmadan oxuyurdu. Çəkə bilmirdim çox şeylər. Aylin artıq yoruldu. Canım. Aç. Fidan kömək elə bacıma. Yavaş, yavaş qapını tut. Ağalarımız biz çatmışıq, evdəyik. Mənim şəkərim çoxlu yorulub. Əyni dəyişim, biraz uzansın, dincəlsin. Suzi, ay
Aşkım. Size xalalar ailəsimin üzüklərini göstəreyim mi? Parmaqları yeyim də, bu parmaqları yeyim. Yorğun qızım. Biz artıq evdəyik. Çox yorğunuq, yorulmuşuq. Mama, biraz səsini al. Dedim bu gün olur. Dedi, Aylin qısaca hədiyyələrini açır. Deməli, hədiyyələrini göstərsin bir dəqiqəlik sizə, daha sonra Aylişim yatır. Deməli, dediyim kimi də 10 dənə hədiyyə almışdım. Bilmirəm, demişəm, deməmişəm, video çəkmişəm, çəkməmişəm hədiyyələri. Bir hədiyyəmiz budur. Bundan başlayaq. Aç qızım. Aylin baxdı, indi də sizə göstərir. Bir hədiyyəmiz budur. Belə bir don almışam Aylişə. Nədir? Daha sonra... Mən bu hədiyyələrdən xəbərim yox idi. Restoranda mən baxdım hədiyyələrə. İndi gəlib sizə göstərərəm. Bu belə bir labubu dəftərdir. Burası aç. Mən açım. Aç. Açarın içinə qoymusan? Evet. Belə açarlı dəftərdir. Bunu kim almışdı? Kim hədiyyə? Bu ikinci hədiyyəmizdir. Dənizin hədiyyəsi. Belə bir. Ondan. Belə Bu şey. üçüncü hədiyyədir. Aç. Üçüncü hədiyyəmiz. Asəməyə. Bu üçüncü hədiyyəmiz belə içərisində belə Əsirli karakter. Hə. Zəfimlər. Zuzi eləmə. Ondan sonra belə bir şey içərisi doludur da yeni. Hə. Ondan sonra belə bir daraq. Belə şeylə xırdavat yəni. Ondan sonra üçüncü hədiyyə. Yox, 1, 2, 3. Bu dördüncü hədiyyəmiz. Oh. Bunu mən aslında nə anlam? Yaxşı aç. Biri sən, biri mən. Bu dördüncü hədiyyəmizdir. Bunu elə biləcəksiniz ki, yəni bu şeydir. Amma içindən bəlkə nə deyim? Kofi qabı. Belə bir fincandır. Zuzi, nə olub sənə? Belə bir fincandır. Yox, mən kofi qabı deyim. Hə. Şey diye Pinterest. Tam Pinterest. Belə qaşığı da var içində. Belə qarışdırmağa Bu bax. daha sonra növbəti hədiyyəmiz. Onları hamısını qoyun yerinə. Belə ramkalardır. Rozvurek qədəsində açıq düşür. Bu bir də belə formada Aylin şəklini qoymuşam. İçərisinə 2 dənə belə otağına qoyacaq gələcəkdə. Daha sonra növbəti hədiyyəmiz budur. Bu da Bu 7-dir. belə içərisində nəmləndirici krem. Ondan sonra Dodaq pam. belə pomada, nə bilim duş geli, şampun, belə maçalka. Yəni bax çimmək setidir. Nə var idi quzu? Başqa da nə var idi? Var idi. Hə. Bu belə abur-cubur setidir. Ondan sonra Bu da keçən Hə. ən böyük hədiyyəmiz. Ailəsi. yox, ən böyük o birisidir. Ən Hə, böyük. biri də budur hədiyyəmizin. İkinci benim. Belə bu nədir yadımdan çıxıb? Bu belə çırt-çırtlı beleş. Xalar, Budur bunu oyunun və- yəqin bilirsiniz də. Mən bunun oyunu çox sevirəm. Oynatdım oyunu. Bu növbəti böyük hədiyyəmiz. Açın. Bunu mən açıram. Hə. Yavaş, ora keç. Hə. Belə. Ən böyük hədiyyəmiz budur. Aylinin bəbəkləri ola. Yox, bunu qıcırma. Mənim bəbəklərim var idi. Deyəcəksiniz ki, dayı nə oldu? Üçüncüdür. Amma mən dözənmədim. Çoxdandır belə formada istəyirdi. Bunu Bunların məbləği biraz yüksək olur. 95 manatdır hadisə. Hə. Mama. 95 Ona görə almırdıq ki, yəni ona verdiyimizi yaxşı bir şey verərdik, amma daha dayana bilmədi. Aylişim Belə dedik ad günüdür, alaq. xalar göstərim. Mən papağını çıxardım mama. Hə, çıxart. Təzə deyə. Tordu, hə, tordu da saçına. Xalar mən içində rezin də var. Ne buradadır? Hə. Bunlar Pampesi var. Pampers, Sonra soskası var. Butulkası. Biberonu var. Hı.
Sonra 2 tane rezin var. Ben bununla 2 tane saçını höreceğim. 2 dənə rezin var, saçın hörmək. Saçın. Yığ yerinə bunları istəyəcək sonra. Neyse. Gelin. Belə bir bəbədir. Gösterim ama şeyin. Hə. saçın açaq da çok qəşəngdir. Saçı şey. Doğrusu saç oxşur xalalar. Doğrusu saçı. Baxın, ağlayır, gülür, yatır, xorulduyur. Durursunuz. Ağlıyor. Böyle. Aç da aynı toru. Deyən saçını çıxardım. Da bu təzə idi deyənə bunu qoymuşdular. Bu güzel. Baxın saçına. Açım qıvrım. Saçını arayalım. Hə, darayarıq. Hə. İndi yuxarı elə, yuxarı elə, üzümə çevir, üzümə. Kapağı da var ya. Baxın. Bax, vurursan ağlayır, baxın. Saçı at yuxarı. Gülür, ağlayır, hoppanır, nə bilim. Böyle yatır, dandı yatır. Soskasını da qoy ağzına yatsın. Saçın hardadır? Bu belə soska daxı. Öz soskası var, indi tapar Ayliş. Valla bunun burası belədir. Burada mutlarınız var. Aha, qoy ağzına. Mutlarınız var. Böyle iyiymişsiniz. Ne düşür ağzına? Kim göre Hörərik də, hörərik. böyle. Öz-özünə qığıldayır, danışır. Saçı biraz şey olur. Bana saçını çıkarayım. Ama şu çok ölecek. Ver, yaxşı, ver. Evimiz nə gündədir görsəz, hər yer köçür. Belə özəllikləri budur. Bilmirəm nə dərəcədə yaxşı çəkdim, pis çəkdim. Yerdə də oturmuşam. Bunları yığışdırım yerinə. Yavaş-yavaş, yəni bu hədiyyəmiz bunlar idi. İşıq zəifdir, bilmirəm, yaxşı düşmür deyəsən. Bax. Bugünlük də bu qədər olsun. Gözəl xalalarımız sağ olun. Hamınızı öpürük. Kanalımıza abunə olmağı, rəy yazmağı unutmayın. Hələlik.